Salam, Məşğulluq Bələdçisi rubrikasında xoş gördük. Yeni bir layihəmiz var və sizə bu barədə ətraflı məlumat verməyə gəlmişəm. Diqqətiniz məndə olsun. Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri üçün nəzərdə tutulmuş Start Karyera Akselerasiya proqramının icrasına başlanır. Proqramın əsas məqsədi tələbələrin əmək bazarına daha sürətli, məqsədyönlü və dayanıqlı inteqrasiyasını təmin eləmək, onların praktiki bacarıqlarını gücləndirməklə ilk iş təcrübəsinə keçidini asanlaşdırmaqdır. 4 ay davam eləyəcək intensiv proqram çərçivəsində iştirakçılara təcrübə yönümlü karyera planlaşdırılması və yumşaq bacarıqlar üzrə təlimlər, fərdi mentorluq sessiyaları, real iş mühitini əks etdirən simulyasiyalar və tətbiqi tapşırıqlar, işəgötürənlərlə birbaşa ünsiyyət və şəbəkələşmə imkanları təqdim olunacaq. Proqrama ümumilikdə 30 tələbənin cəlb edilməsi nəzərdə tutulur. Proqramın sonunda isə iştirakçıların uyğun işə götürənlərə yönləndirilmələri, təcrübə və ilkin məşğulluq imkanlarına cəlb olunmaları, gələcək vakansiyalar üzrə potensial kadr ehtiyacı kimi formalaşdırılmaları planlaşdırılır. Akselerasiya proqramında iştirak eləmək istəyən sonuncu kurs tələbələri ekranda gördüyünüz bölmədən qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi isə 19 martdır. Uğurlar!